Salam, hər birinizi xoş gördük kanalımda. Bugünləri OTK 20 sınaq kitabından sınaq nömrə 5-in izahlarını paylaşacağım. Mövzu Azərbaycan 20-ci əsrdə. Başlayırıq ilk testimizdən. Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinin nəticələridir. Heydər Əliyev Naxçıvandakı fəaliyyətə başlayıb 1990-cı ildən ta 93-cü ilə kimi. İndi baxırıq. Azərbaycan Müstəqil Dövlətlər Birliyinə qəbul olunması 1993-cü ilin sentyabr ayında qəbul olunmuşdu. Lakin həmin dövrdə artıq Heydər Əliyev, bura iyunda yazaq biz, iyunun 15-i. İyunun 15-də artıq Milli Məclisin sədri seçilmişdi. Buna görə də Naxçıvandakı fəaliyyətinə aid olmur. Ondan sonraki dövrə aiddir. Biri çıxırıq. Sədərək Dilücü Ümid Körpüsünün tikilməsi bu 1992-ci ilin may ayındadır. Naxçıvandakı fəaliyyətinə aiddir. Rusiya ordusunun hərbi hissələrinin Naxçıvanı tərk etməsi 1992-ci ilin sentyabr ayındadır. Bu da Naxçıvandakı fəaliyyəti dövrünə aiddir. Xocalı soyqırımı günü haqqında qərarın qəbul edilməsi isə 1994-cü ildir. Bu Heydər Əliyevin artıq prezidentliyi dövrünə aid olan bir hadisədir. Düzgün variant olur 2-3, yəni C variantı. İkinci sualımıza baxırıq. Uyğunluğu müəyyən edin. AXC dövrünün sosial-iqtisadi və mədəni tədbirlərini uyğunlaşdırmalıyıq. Azad ticarətə icazə verilməsi düzgündür. Sosial-iqtisadi tədbirə aiddir. Məktəblərin milliləşdirilməsi bu mədəni tədbirdir. Sensuranın ləğv edilməsi mədəni tədbirdir. Buna görə də çıxırıq bunları. Buraya A uyğun gəlir. 2-yə baxırıq. Türk Ocağı Cəmiyyətinin yaradılması doğruda AXC dönəmində mədəni tədbir idi. Latın əlifbasına keçirilməsi 1929-cu ildə Latın əlifbasına keçirilib. Bu zaman artıq AXC mövcud deyildi. Azərbaycan SSR dövrünə aid tədbirdir. İlk milli kitabxananın fəaliyyətə başlaması isə bu da AXC dönəmindədir. Düzgün variant 1-ə 1A, 2-yə AC, A variantı. Üçüncü sualımıza baxırıq. Azərbaycanın 2-ci və 3-cü Respublika dövrünün oxşarlığını müəyyən edin. 2-ci Respublika dövrü Azərbaycan SSR dövrüdür ki, bu 1920-ci ildən 1991-ci ilə kimi olan dövrdür. 3-cü Respublika dövrü isə 1991-ci ildən bu yana müstəqil Azərbaycan Respublikası dövrüdür. Baxırıq, sosialist quruculuğunun həyata keçirilməsi bu Azərbaycan SSR dövrünə aid olan hadisədir. Müstəqil respublikamızda belə bir tədbir olmayıb. Fərdi kəndi təsərrüfatlarının tamamilə ləğv edilməsi bu da kollektivləşdirmə siyasətidir ki, yalnız 2-ci respublika dövrünə aiddir, 3-ə aid deyil. Müstəqil xarici siyasətin yer edilməsi bu isə 3-cü Respublika dövrünə aiddir. 2-ci Respublika dövründə, Azərbaycan SSR dövründə Azərbaycan Rusiyadan asılı vəziyyətdə olduğuna görə müstəqil xarici siyasət həyata keçirmirdi. Heydər Əliyevin müəyyən müddətdə Respublikaya rəhbərlik etməsi bu hər iki varianta aid doğru oxşar xüsusiyyətdir. 1969-82-ci illərdə Azərbaycan SSR-də baş katib vəzifəsində işləmişdi. 1993-2003-cü illərdə isə prezident vəzifəsində işləyib Azərbaycan SSR 3-cü Respublika dövründə daha doğrusu. Buna görə də həm 2, həm də 3-ə aid oxşar xüsusiyyət burada D olacaqdır. Qarabağda general qubernatorluğu mövcud olması isə AXC dönəminə aid olan hadisədir. Heç birinə aid deyil. 4-ə baxırıq. Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu il tarixinə aiddir. Yazavitbol şəhərinin yenidən Gəncə adlandırılmağa başlanması bu 1989-cu ilə aiddir, yəni AXC dövrünə aid deyil. Bakı Dövlət Universitetinin təsis edilməsi 1919-cu ildədir, aiddir. Qacarlar dövləti ilə dostluq haqqında müqavilənin imzalanması 1920-ci ilə aiddir. Çıxırıq bu variantı. Naxçıvan General Qubernatorluğunun fəaliyyətə başlaması 1919. Paris Sülh Konfransından de facto tanınması isə 1920-ci ilə aid hadisədir. Düzgün variant 2-4, yəni D variantı olacaqdır. 5-ci suala baxırıq. Elirvin diaqramına uyğun bəndləri müəyyən edin. AXC, Azərbaycan SSR və Azərbaycan Respublikası dövrü verilib. Baxırıq xüsusiyyətlərə. İngilislərin Bakıda general qubernatorluq yaratması bu 1918-ci ilin noyabr ayındaydı və AXC dönəminə aid olan bir hadisədə A-nı 1-ə qeyd edirik. Xəzər dənizində hərbi donanmanın mövcud olması hər üç respublika üçün oxşar xüsusiyyətdir. Buna görə də B-ni 5-ə qeyd edəcəyik. Konstitusiyaya
Azərbaycan dili haqqında maddənin əlavə edilməsi. Bu həm Azərbaycan SSR-də olub 78-ci il konstitusiyasında, həm də müasir Azərbaycan Respublikasında var. Müasir Azərbaycan Respublikasının konstitusiyasında da belə bir maddə əlavə olunub. Buna görə də C-ni həm 3, həm də 2-yə aid oxşar xüsusiyyətləri yazacağıq. Yəni ki, 4-cüyə, 4 nömrəyə. Sonra kollektivləşdirmə siyasətinin aparılması Azərbaycan SSR dönəminə aiddir yalnız. D-ni 2-yə qeyd edirik. Dağlıq Qarabağ münaqişəsinin başa çatması isə müasir Azərbaycan Respublikasına aiddir. Yəni 3-ə Y-ni qeyd edirik. Baxırıq hadisələrə 1A, 2D, 1A, 2D, 3Y, 4C, 5B düzgün variant. Burada A variantı gəlir. 6-cı suala baxırıq. Azərbaycan SSR-də 20-ci əsrin 30-cu illərində Latin qrafikalı əlifbaya keçirildi. 1929. Birinci katib vəzifəsi təsis edilir. O da 29-cu ildədir. Zəngəzurun qərb hissəsi Ermənistana verilir 1921-ci ildə. Xankəndi şəhərinin adı dəyişdirilir 1923. Kolxoz hərəkətinə qarşı mübarizə isə 30-cu ildə başlamışdı. 1930-cu ildə kollektivləşdirmə əleyhinə üsyanlar baş vermişdi. Buna görə də düzgün variant burada Y gələcəkdir. 7-yə baxırıq. Azərbaycanın cənub və şimalını 1970 və 80-ci illər tarixinə aid ümumi cəhətləri müəyyən edin. Sovet işğalına məruz qalması. Sovet işğalına məruz qalması bu heç birinə aid deyil. Yəni oxşar xüsusiyyət deyil həmin dövrlər üçün. Azərbaycan türkcəsində qəzet və jurnalların nəşr edilməsi bu düzgündür. Şimali Azərbaycanda qəzet və jurnallar nəşr olunurdu. Eyni zamanda Cənubi Azərbaycanda da Varlıq jurnalı nəşr olunmuşdu 79-cu ildə. Buna görə 2-ni götürürük, oxşar xüsusiyyət. Dövlət müstəqilliyinin bərpa edilməsi. Bu yanlışdır. Azərbaycanda dövlət müstəqilliyi 91-ci ildə bərpa olunub. 3-ü çıxırıq. Mövcud rejimə qarşı çıxışların baş verməsi, bu da hər iki dövr üçün oxşar xüsusiyyətdir. Cənubda misal göstərə bilərik 1978-ci ildə baş verən 29 Bəhman üsyanını, bundan sonra İranistan inqilabı baş vermişdi. Eyni zamanda şimalda da 1988-ci ildə azadlıq hərəkatı başlayıb. Mövcud rejimə qarşı, buna görə də 2-4 düzgün xüsusiyyətlər olacaq, yəni A variantı. Daha sonra 8-ci suala baxırıq. Cədvəldə hansı hadisələrin yeri dəyişdirilərsə xronoloji ardıcıllıq düzgün olar. Sədərək Dilurcu Ümid Körpüsünün açılması 1992. Heydər Əliyevin SSR Nazirlər Sovetinin sədrinin birinci müavinin vəzifəsindən istefa verməsi. Bu 1987-ci il. Qanlı yanvar hadisələrinin törədilməsi 1990. Naxçıvanın SSR-nin tərkibindən çıxması, bu da 1990-da. Əslində burada ikisi də 90-cı ildə və ikisi də yanvar ayında baş verib. Qanlı 20 yanvar hadisələri 20 yanvar gecəsi. Naxçıvan SSR-nin tərkibindən çıxarılması da yanvarın 19-u baş verib. Digər hadisəyə baxaq. Cənubi Azərbaycanda Varlıq jurnalının çap edilməyə başlanması bu 1979-cu ildə. İndi ilk cəhətdən, xronoloji cəhətdən baxdıqda burada 5-dən 1 gördüyünüz kimi görünür ki, yerini dəyişdirsək 79 lap əvvələ getirsək 92-ci sona atsaq düzgün xronoloji ardıcıllıq alınacaq. Buna görə də D-ni götürürük. Lakin burada bir məqamda var ki, 3-dən 4-də də 4-dən 3-ün yeri dəyişdirilərsə daha düzgün, yəni ki, test olardı. Çünki Naxçıvan dediyimiz kimi yanvarın 19-u SSR-nin tərkibindən çıxıb, 20 yanvar hadisələri isə 19-un 20-sinə keçən gecə baş verib. Yəni və variantlarda da görürüz ki, 3-dən 4 də yoxdur. Çünki texniki cəhətdən səhv olardı. Yəni elə bir test. Yenə də burada düzgün variant ən uyğunu 1 və 5 gələcəkdir. Yəni D variantı olacaqdır. 9-cu suala baxırıq. Uyğunluğu müəyyən eləyin, mədəni tədbirlər verilib, 23-37-ci ilə aid olan hadisələri müəyyənləşdirməliyik. Savadsızlıqla Mübarizə Komitəsi 23-cü ildə yaranıb, düzdür. Latin əlifbasına keçid isə 1929-cu ildə olub, buna görə də A variantını çıxırıq. Azərbaycan Arxeologiya Komitəsi bu 23-cü ildədir, Koroğlu Operası 37-ci ildədir, düzdür. Elə düzgün variantımız bizim burada B olur. İlk radiostansiya 1926, Azərbaycan SSR-nin ikinci konstitusiyası 37-ci ildir. Yəni burada ilk radiostansiya Pozur variantı. Dövlət Kino İdarəsi bu da 26-cı ildədir. Pozur Azərbaycana öyrənən cəmiyyət 23-dür, lakin birinci Türkoloji Qurultayın keçirilməsi 26-da. Buna görə də uyğun gəlmir.
10-cu sualda deyilir, Azərbaycan SSR-nin 20-ci əsrin 20-30-cu illəri dövrünə aid hadisələrin uyğunluğunu müəyyən edin. Azərbaycanın ikinci sənaye mərkəzi olması, söhbət burada Gəncə şəhərindən gedir. Gəncə də xəritə üzərində A variantına uyğun gəlir. Birinci Ümumi İttifaq Türkoloji Qurultayının keçirilməsi isə Bakı şəhərində idi. Bakı da burada D variantına uyğun gəlir. Yəni 1-ə A, 2-yə D, düzgün variant D olacaqdır. Yenə baxırıq digər ərazilərə. Y variantı Quba ərazisinə uyğun gəlir. B, Qarabağ, C də Lənkəran. Daha sonra 11-ci sualda deyilir, 1-ci Qarabağ müharibəsi dövründə Azərbaycanda nə baş verib? Baxırıq, 1-ci Qarabağ müharibəsi münaqişə hələ 1988-ci ildən başlamışdı və 1-ci Qarabağ müharibəsi bitmişdi 1994-cü ilin may ayında Bişkek protokolunun imzalanması ilə. İndi bu hadisələrə baxırıq. Xocalı soyqırımı törədilmişdi 1992-ci ilin fevral ayında, yəni ki, bu mərhələyə aid olur. Biri götürürük. Gəncədə hərbi qiyam baş vermişdir. 1993-cü ildə iyun ayında baş verir. Bu da həmin 1-ci Qarabağ müharibəsinə düşür. Böyük Britaniya parlamenti Azərbaycana qarşı 9-7 saylı düzəlişi qəbul etmişdi. Burada iki dənə yanlış, daha doğrusu burada yanlış olan Böyük Britaniya yazılmağıdır. Yəni 9-7 saylı düzəliş 92-ci ildə qəbul olunub. Lakin Böyük Britaniya tərəfindən yox, ABŞ tərəfindən qəbul olunmuşdu. Buna görə də bu variant yanlışdır. Dövlət Müdafiə Şurası yaradılmışdı 1993-cü ilin noyabr ayında. Laçın rayonu işğaldan azad olunur. Bu 2-ci Qarabağ müharibəsinə aiddir. 2020-ci ilin dekabrın 1-də. İndi burada uyğun gəlir 1, 2 və 4, yəni Y variantı. 12-ci sualda deyilir, Əliyevin diaqramına uyğun bəndləri müəyyən edin. Heydər Əliyevin Naxçıvan və Azərbaycan Respublikasına rəhbərlik elədiyi dövrlər. Naxçıvana bayaq dediyimiz kimi 1990-cı ilin sentyabrından Ali Sovetlərə deputat seçilib. 1991-ci ilin sentyabrın 3-dən isə Ali Məclisin sədri seçilmişdir. Ta 93-cü ilə kimi 1993-cü ilin oktyabr ayında da prezident seçilmişdi. İndi hadisələri uyğunlaşdıraq. Türkiyə ilə diplomatik əlaqələrin olması bu hər iki dövr üçün oxşar xüsusiyyət olacaq. Həm Naxçıvana rəhbərlik elədiyi dövrdə, həm də prezident olduğu dövrdə Türkiyə ilə diplomatik əlaqələr saxlanılmışdı. Buna görə də A-nı 3-ə yazırıq. Yeni Azərbaycan Partiyasının təsis edilməsi YAP təsis olunub 1992-ci ilin noyabr ayında və bu da Naxçıvana rəhbərlik elədiyi dövrə düşür. B-ni bura qeyd edirik. Dövlət Müdafiə Şurasının yaradılması 1993-cü ilin noyabrı və bu da prezidentliyi dövrünə düşəcəkdir. İlk milli sərhəd qoşunlarının yaradılmasına başlanması bu hələ Naxçıvana rəhbərlik elədiyi dövrdə bu addımı atmışdı. Buna görə də D-ni bura qeyd edəcəyik. İlk Horadiz qəsəbəsinin azad edilməsi isə 1994-cü ildədir və bu da 1-ci prezidentliyi dövrünə aid olur. Yeni də bura qeyd edirik. İndi baxırıq variantlara. 1-ə BD, 2-yə YC, 3-ə A, düzgün variant gəlir A variantı. 13-cü suala baxırıq. Daha sonra olmuşdur. Beyləqan istiqamətində tank hücumunun qarşısının alınması bu 1993-cü ildədir. Murovdağ əməliyyatdan keçirilməsi 1994-cü il. Bişkek protokolunun imzalanması bu da 1994'tü. İndi burada ona görə də aylarını qeyd edəcəyik. Murovdağ əməliyyatı fevral ayındaydı. Bişkek protokolunun imzalanması isə may ayındaydı. Mayın 8-də imzalanıb. Rusiya ordusunun hərbi hissələrinin Naxçıvanı tərk etməsi 1992-ci ilin sentyabr ayındadır. Azərbaycanlıların Qərbi Azərbaycanın deportasiyasının başa çatdırılması 88-də başlayır, 91-ci ildə başa çatdırılır. 1991-i qeyd edirik. Daha sonra olan burada olacaqdır Bişkek protokolunun imzalanması, yəni C variantı. 14-cü suala baxırıq. Uyğunluğu müəyyən edin. AXC-nin daxili və xarici siyasətinə uyğun hadisələri uyğunlaşdırmalıyıq. Milli Kitabxananın fəaliyyətə başlaması daxili siyasətinə aiddir. Latin qrafikalı əlifbaya keçirilməsi 29-cu ildə keçilib, yəni AXC dövrünə aid deyil. Fabrik zavodların əvvəlki sahiblərinə qaytarılması bu da daxili siyasətinə aiddir. Özəlləşdirmə siyasəti həyata keçirir AXC.
İndi xarici siyasətinə baxırıq. Paris Sülh Konfransında iştirak etməsi doğrudur. 20-ci ildə iştirak eləyib. Sovet Rusiyası tərəfindən müstəqilliyin də yürü tanınması yanlışdır. Ümumiyyətlə Sovet Rusiyası AXC-nin müstəqilliyini tanımamışdı. Qazax müəllimlər seminariyasının açılması, Qazaxda müəllimlər seminariyası 1918-ci ildə açılsa da bu xarici siyasətə aid deyil, daxili siyasətə aiddir. Buna görə də C-ni də götürmürük. 1-ə AC, 2-ə A variantı, düzgün variant olur. Burada B variantı. İndi növbəti testimizə baxırıq. Doğru bəndi müəyyən edin. Cənubi Azərbaycanda Xiyabani və Pişəvəriyə aid xüsusiyyətləri müəyyənləşdirməliyik. İngilis qoşunlarının Təbrizdən çıxarılması Xiyabaninin dövründə Təcəddüd adlı qəzetin nəşr edilməsi bu variant yanlışdır. Təcəddüd qəzeti Xiyabaninin dövründə nəşr olunub, Pişəvərinin yox. İctimai idarə heyətinin təşkil olunması doğrudur. Fabrik zavodlar üzərində fəhlə nəzarətinin tətbiq edilməsi, bu da Pişəvəriyə aid doğru xüsusiyyətdir. Buna görə də burada düzgün variant B olur. C-yə baxırıq. Təbrizdə xalça fabrikinin işə başlaması bu 1912-ci ildədir. Konstitusiyanın qəbul edilməsi isə Pişəvərinin dövründə konstitusiya yox idi. Bu da yanlışdır. Azadistan adlı müstəqil dövlətin yaradılması düzdür. Xiyabaninin dövrünə aiddir. İlk dəfə əncümənlərin yaradılması bu Pişəvərinin yox, ilk dəfə Məşrutə inqilabı dövrünə aiddir. 1905-11-ci illərə, buna görə də düzgün deyil. Vətən yolunda adlı qəzetin nəşr edilməsi, İngilis Qacar müqaviləsinin ləğv edilməsi bu variantı düzgün deyil. Pişəvərinin dövründə belə bir müqavilə ləğv olunmamışdı. Düzgün variant burada B variantı olur. 16-cı suala baxırıq. Azərbaycanın 1-ci və 3-cü Respublika dövrünə aid ümumi cəhət deyil. Yəni, AXC dövrünə və 3-cü Respublika, yəni müasir Azərbaycan Respublikasına aid oxşar cəhət olmayanları seçməliyik. Azərbaycan dilinin dövlət dili elan edilməsi. Bu, hər iki dövrə aid oxşar xüsusiyyətdə AXC-nin dövründə 1918-ci iyunun 27-sində Türk dili dövlət dili elan olunub. 3-cü Respublika dövründə də ki, konstitusiyaya düzəlişlə Azərbaycanda dövlət dili elan olunmuşdu. Buna görə də A oxşardır. Qarabağda erməni separatçılarına qarşı mübarizə aparılması, bu da hər iki dövrə aid oxşar xüsusiyyətdir. Torpaqların kəndlərə pulsuz paylanması haqqında qanunun verilməsi, bu 3-cü Respublika dövrünə aid xüsusiyyətdir, lakin AXC-yə aid deyil. Çünki AXC dönəmində, belə deyim, elə AXC-nin sosial dayanıqlarını zəiflədən hadisə məhz aqrar islahatın qəbul olunmaması olmuşdu. Yəni, aqrar islahatın keçirilməsi üçün komissiya yaradılmışdı, lakin islahat həyata keçirilməmişdi. Buna görə də C variantı düzgün deyil. Neft çıxarılması üçün xarici şirkətlərlə sazişlərin bağlanması, senzuranın ləğv edilməsi isə hər iki dövr üçün oxşar xüsusiyyətdir. 17-ci sualda deyilir, verilənlərin müvafiq olaraq hansı ərazilərə aid olduğunu müəyyən edin. İşğal edilməsi Respublikada dərin siyasi böhrana səbəb oldu. Söhbət Kəlbəcərdən gedir. Kəlbəcər də burada 3 nömrəli əraziyə uyğun gəlir. İşğal edilməsi ilə Qarabağın dağlıq hissəsi ilə Ermənistan arası birbaşa əlaqə yaradıldı. Bu isə Laçın ərazisidir. Laçında Kəlbəcərin cənubunda yerləşirdi. 4 nömrə düzgün variant burada olur 3-4. Digər ərazilərə baxırıq. 1 nömrə Cəbrayıl, 2 Füzuli, 5 isə Beyləqan ərazisinə uyğun gəlir. 18-ci sualda deyilir, uyğunluq pozulmuşdur. Daşaltı əməliyyatı Şuşa şəhərinin mühasirədən azad edilməsi baş tutmadı. Bu düzgün məlumatdır. Uğursuz olmuşdur daşaltı əməliyyatı. Kəlbəcərin işğal edilməsi ölkədə siyasi böhranı dərinləşdirdi. Bu da düzdür. Qarbaçov SSR Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə gətirildi. Münaqişə ocaqları yarandı. Doğrudur. İlk olaraq münaqişə ocaqlarını SSR ərazisində yenidən alovlandırmışdı. Sumqayıt fitnəkarlığı 88-ci ildə baş verib. Ermənistanda Azərbaycanlı əhalinin qovulması surətlənir. Doğrudur. 88-91-ci illərdə separatisiya prosesi olmuşdu. Bakıda fövqəladə vəziyyət tətbiq edildi. Naxçıvanda Sovet-İran sərhədi söküldü. Bu uyğunsuzdur. Həm bu hadisələrin bir-biri ilə əlaqəsi yoxdur, həm də ki, Bakıda fövqəladə vəziyyət 1990-cı ilin yanvar ayında elan olunmuşdu. Naxçıvanda Sovet-İran sərhədi isə 1989-cu ilin dekabr ayında sökülüb, yəni ki, bu variant uyğun deyil. Düzgün variant Y olur. 19-cu sualda deyilir, 1-ci Qarabağ müharibəsi dövrünə aid döyüşlərin uyğunluğunu müəyyən edin. Daşaltı əməliyyatı bayaqlar dediyimiz kimi, daşaltı əməliyyatı nəticəsində Şuşa şəhəri yaxınlığında ordumuzun əməliyyatı uğursuz olmuşdur. Buna görə də 1-ə biz yazacağıq C-ni. Goranboy əməliyyatı
Goranboya uyğun gələn Kəlbəcər-Ağdam-Tərtər yolu nəzarətə götürülür. Bu əməliyyat nəticəsində 2-yə D-ni yazırıq. Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 22 məntəqəsi düşməndən azad edilmişdir. 3-ə Y-ni qeyd edəcəyik. Beyləqan istiqamətində hərbi əməliyyatlar nəticəsində düşmənin tank hücumunun qarşısı alınır. Yəni ermənilər məğlub edilmişdir. 4-ə B-ni yazırıq. Murovdağ əməliyyatı nəticəsində də Kəlbəcər rayonu istiqamətində ordumuz uğursuzluğa düçar olmuşdu. Düzgün variant 5-ə A-dır. Burada 1C, 2D, 3Y, 1C, 2D, 3Y, burada B variantı uyğun gəlir. 20-ci suala baxırıq. Burada mətn verilib və mətndə biz artıq Sovet İmperiyasının Komünist Partiyasının dağılmasının şahidik. Yəni Heydər Əliyevin belə deyək də burada çıxışından söhbət gedir və bu çıxışdan deyir ki, dövrün xüsusiyyətini müəyyən edin. Əslində elə burada açar söz var, diqqətlə oxusanız. Dağılması sözünü görsək, yəni Sovet İmperiyasının dağılması dövrü idi. Bu da SSR-nin dağılması Respublikadan müstəqillik yolunda mübarizəni gücləndirir həmin dövrdə. Yəni düzgün variant A olacaq da burada. 21-ci sualda deyilir, 1992-ci il Daşkənd müqaviləsinin nəticəsində ümumiyyətlə Daşkənd müqaviləsinin mahiyyəti odur ki, SSR dağıldıqdan sonra SSR-nin hərbi əmlakı respublikalar arasında bölüşdürülmüşdü və bunun da nəticəsində Azərbaycanda aviasiyalar və desant qoşunları yaradılmışdı. Düzgün variant burada D variantı olacaqdır. 23-cü suala baxırıq. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid verilən hadisə nəticə əlaqələrinin düzgün verildiyi bəndləri müəyyən edin. AXC Qacarlar arasında müqavilə imzalanar. Qarşılıqlı surətdə səfirliklərin açılması nəzərdə tutulur. Bu düzgün variantda biri götürəcəyik burada. Türk qoşunlarının Naxçıvanı tərk etməsi, Araz Türk Respublikasının yaradılması, bu da doğrudur. Türk qoşunları 18-ci ilin payızını tərk edir və nəticəsində 1918-ci ilin noyabr ayında Araz Türk Respublikası yaradılmışdı. 2-ni də götürürük. 3-də deyilir, Sovet Rusiyasının Bakı yalama əməliyyatı, Əskəran yaxınlığında düşmən məğlub edildi. Bunlar bir-birindən əlaqəsizdir, çünki Əskəran döyüşü Qarabağ ərazisinə baş vermişdi, ermənilər məğlub edilmişdi. Yəni bu Bakı yalama əməliyyatı ilə bunun bir əlaqəsi yox idi. Milli Şura öz fəaliyyətini dayandırır. 3-cü hökumət kabineti təşkil edilir. Bu da yanlışdır. Milli Şura öz fəaliyyətini dayandırdıqdan sonra 1918-ci ildə ikinci hökumət kabineti təşkil edilmişdi və ikinci hökumət kabineti həm qanunverici, həm də icra edici hakimiyyət orqanı olmuşdu. Düzgün variant buna görə də burada 1 və 2 olacaqdır, yəni C variantı. 23-cü sualda deyilir, 2-ci Respublika dövründə ərazi bütövlüyümüzə edilən qəsdlərə aid verilən cədvəldə doğru cavabları müəyyən edin. Baxırıq, itilmiş ərazilərimizə. Zaqatala dairəsi Gürcüstana verildi. Bu yanlışdır. Zaqatala itirilməmişdi. Borçalı mahalının bir hissəsi Ermənistana verilir. Bu düzgündür. 1921-ci ildə əvvəlcə Borçalının bir hissəsi deyilib Gürcüstana verilsə də, sonradan Gürcüstan və Ermənistan arasında bölüşdürülmüşdü. Buna görə də 2-ni düz götürürük. Yuxarı Qarayazı Gürcüstana verildi. Doğrudur. 1922-ci ildə. Zəngəzurun bir hissəsi Ermənistana verildi. Bu da doğrudur. 1921-ci ildə verilmişdi. Naxçıvanın bir hissəsi Gürcüstana yox, Ermənistana güzəştə gedilmişdi. Buna görə də 5-də yanlışdır. Düzgün variant burada olur. 2, 3 və 4. 24-cü suala baxırıq. Xəritədə rəqəmlə verilmiş rayonların 3-cü Respublika dövrünə aid oxşarlıqlarını müəyyən edin. Burada 2 nömrədə Kəlbəcərdən söhbət gedir. Qeyd eləyək Kəlbəcər, bir nömrə isə Füzulidir. İndi 3-cü Respublika dövrü, yəni 1991-ci ildən sonraki dövrünə aid hadisələr deyir ki, oxşarlığını müəyyən edin. 1992-ci il hərbi əməliyyatları nəticəsində işğal edilmişdi. Bu yanlışdır. Hər iki rayon 93-cü ildə işğal olunub. Hərbi əməliyyatlar nəticəsində bir sıra kəndlər düşməndən təmizlənmişdi. Bu oxşar xüsusiyyətdir hər iki ərazi üçün. 1-ci Qarabağ müharibəsində işğala məruz qalan ilk rayonlar olmuşdur. Yanlışdır. İşğala məruz qalan ilk rayonlarımız Xocalı, Şuşa, Laçın olmuşdur 92-ci ildə. 2-ci Qarabağ müharibəsi dövründə ərazilərində hərbi əməliyyatlar aparılmışdı.
Bu oxşar xüsusiyyət olacaq. Füzuli rayon ərazisində onsuz bilirik ki, ən gərgin döyüşlər olmuşdu və Kəlbəcərdə də Kəlbəcər baxmayaraq ki, 2-ci Qarabağ müharibəsi bitdikdən sonra işğaldan azad olunub, yəni noyabrın 25-də, amma ki, Kəlbəcər ərazisində Murovdağda əməliyyatlar getmişdi, hərbi əməliyyatlar. Buna görə də 4-ü götürürük. Düzgün variant burada olur 2 və 4. 25-ci suala baxırıq. Heydər Əliyevin ikinci rəhbərlik dövründən fərqli olaraq birinci rəhbərlik dövründə Azərbaycanda baxırıq. Heydər Əliyevin birinci rəhbərliyi dövrü SSR dövründədir ki, 1969-1982. İkinci rəhbərlik dövrü isə Azərbaycan Respublikasının prezidenti vəzifəsində işləmişdi 1993 və 2003-cü illər. İndi baxırıq ki, deyir ki, ikinci dövrdən fərqli olaraq birinci dövrdə idarəçilik sistemi möhkəmləndirildi. Bu hər iki dövr üçün oxşar xüsusiyyətdir. Buna görə də götürmürük. Bir sıra sənaye müəssisələri istifadəyə verildi. Bu da oxşar bir xüsusiyyətdir. Yevlax-Balakən dəmir yolu xətti çəkildi. İndi burada ümumiyyətlə testdə bir qədər uyğunsuzluq var. Çünki biz Yevlax-Balakən dəmir yolu xəttinin istifadəyə verilməsi 1986-cı il götürürük. Kəmran Bağırovun katibliyi dövründə. Lakin testdə düzgün cavab kimi 3-5 götürüləcək və 3-ü də belə götürə bilərik ki, Yevlax-Balakən dəmir yolu xəttinin tikintisinə 80-ci ildə başlanmışdı. Yəni tikintisinə başlanması Heydər Əliyevin katibliyi dövrünə düşür. Lakin dəmir yolu xətti istifadəyə verilib 86-cı ildə, bu isə Kəmran Bağırovun katibliyi dövründə idi. Yəni sual bir qədər ziddiyyətlidir, amma 3'ü götürəcəyik burada. Çünki yalnız bir cavab olmur açıq tapşırıqlarda. Buna görə də 3'ü dediyim kimi o cür götürə bilərik ki, 80-ci ildə tikintisinə başlanılmışdı. Bu da Heydər Əliyevin katibliyi dövrünə düşmüşdü. Azərbaycan dili dövlət dili statusu aldı. Bu hər iki dövr üçün oxşar xüsusiyyətdə həm 78-ci il konstitusiyasında, həm də 95-ci il konstitusiyasında dövlət dili statusu almışdı. Şuşa tarixi memarlıq qoruğuna çevrildi. Bu isə 1977-ci ildir və birinci katibliyi dövrünə düşür. 5'i də götürürük. Düzgün cavab burada olacaq 3 və 5. 26-cı sualda deyilir, xronoloji ardıcıllığı müəyyən eləyin. Heydər Əliyevin SSR Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması 1982. Qafan və Mehri rayonlarından Azərbaycanlıların ilk dəfə zorla çıxarılması 1988 deportasiya başlamışdı. Təbriz 29 Bəhmən üsyanının baş verməsi 1978. Gəncə şəhərinin tarixi adının bərpa edilməsi isə 1989-cu il idi. İndi xronoloji ardıcıllığı quranda 3, 1, 2 və 4 olacaqdır. 27-ci suala baxırıq. Azərbaycanın 2-ci və 3-cü Respublika dövrü. 2-ci Respublika dövrü 1920-91-ci illər. 3-cü Respublika dövrü də 91-dən bu yana olan hadisələrdə. Baxırıq, Xankəndi şəhərinin azad edilməsi 2023-cü ildə azad olunmuşdu və bu da 21-ci əsrin 1-ci rübünə düşür. Anı bura qeyd edirik. Qafan və Mehri rayonlarına Azərbaycanlıların deportasiya edilməsi 1988-ci ildən başlayır. Buna görə də B-ni bura qeyd edirik. Şuşa şəhərinə tarixi memarlıq qoruğu statusunun verilməsi 1977-ci ildir. Bu heç birinə aid deyil. Konstitusiya dəyişikliklərin edilməsi Konstitusiya 95-ci ildə qəbul olunur və ardıcıl olaraq 2002, 2009, 2016-cı illərdə dəyişikliklər edilmişdi. Yəni 21-ci əsrin 1-ci rübünə düşür. D-ni bura qeyd edirik. Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtması isə 1993-cü ildir və bu da 90-cı illərə düşür. 1B, 2Y, 3A, D. Mənbə suallarına gəldik. İlk öncə mənbə ilə tanış olursunuz. Mənbəni oxuduqdan sonra sualları cavablandırırıq. Bu mənbədə bəhs olunan şəhər, söhbət Xocalı şəhərindən gedirdi. Bura Xocalının adını qeyd edəcəyik. 29-cu sualda deyilir, mənbədə bəhs edilən şəhərin işğal edilməsi düşmənin 2 məqsədini qeyd edin. Düşmənin əsas məqsədlərindən biri o idi ki, Xocalını işğal etməkdə. Buranın işğal olunması ilə Qarabağın digər şəhərlərini də ələ keçirmək üçün, yəni ki, strateji üstünlük əldə edirdilər. Buna görə də Xocalını işğal etməyə çalışırdılar. İkinci əsas məqsədlərindən biri də Dağlıq Qarabağ ərazisində yeganə hava yolu, yəni aeroport məhz Xocalıda yerləşirdi. Buna görə də
buranı ələ keçirməyə səy göstərirdilər. 30-cu sualda deyilir, mənbədə bəhs edilən şəhərin işğalının 2 siyasi nəticəsini yazın. 1992-ci ilin fevral ayında Xocalı'nın işğalı nəticəsində ölkə ərazisində mitinqlər başlayır hakimiyyətə qarşı və bu zaman prezident olan Ayaz Mütəllibov istefa verməyə məcbur olmuşdu. Bunlar da nəticəsi olaraq bura qeyd edə bilərsiniz. Belə 5 nömrəli sınavın izahları bitdi. Ümidvaram ki, sizin üçün yararlı bir video olacaqdır. Digər videomuzda sınaq nömrə 6-nın izahlarını paylaşacağım. Hər hansı bir sualınız varsa şərh bölməsində yönləndirə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.